Hamınıza salam dostlar, hoş gördük. yeni denesinde əvvəlki videolarımız vardı, amma və lakin yeniləndi getdi. Köhnə izləyicilərimiz bilir ki, artıq geri qayıtdıq. Ana quşumuz limon. Bala, o vaxt sezon paylaşmışdım. Bu limonla mavişdən keçən il aldığım cütlərdə artıq 14'ü bundan gün olacaq. 14 avqust. Səmavir qısaca. Ata olan maviş. Oğul olan Alex. Alex oğlandır. Ancaq bunun cinsiyyətini tam da aydınlaşdıra bilməmişəm. Deyəsən ikisi də oğlandır. 6 yumurtadan 8 yumurtadan 2 bala qoydular. Bu sezonda qoydumuşdum, amma lakin limon yumurtaları yaxşı çıxarda bilməmişdi. Yumurtalar heç olmuşdu. Hər iki yanımda 4 kuşum var. İndi bugün sizlərlə həm yemlər barədə danışacağım, həm də bunu qayıdır. Və gördüyünüz kimi bu yemlər. Deyəcəksiniz də azdı, amma mənim hələ burada bir dənə belə yemim var uşaqlar. Bu qarışıqdır. Bəzi quş saxlayanlar, əziz quşbaz dostlarım, nə quş olursa olsun, bu videoya gəlmişsinizsə like olub. Daha doğrusu like edib abunə olmağı unutmayın. Səhifə böyüsün. Azərbaycanda realiş göstərmək çox danışmayaq. Bu yemlər əslində çirklidir. Çünki bunlar ucuz olan, kilosu 1 manatlıq olan adi daridir. Ancaq bunlar 3, hətta bahalı yerlərdə, paket yemlərdən fərqli asılı olaraq qarışıqlar 4 nazə indir. İndi sizə deyəcəm ki, hansından alın, mən quşa hansını verirəm. Təbii ki, söhbət məhəbbət quşu, sultan papuqayı və yaxud digər quşlardır. Yəni tutuquşlardan gedir söz. Darı yeyən quşunuzdur. Darı qırmızı, ağ və yaxud indi də tezəsi çıxıb qarı darı olur. Mən bunları yumuşam. İçindən nə qədər kir çıxıb. Bunlar deyirsiniz, hələ vermişəm, bu qədər azdır da görürsünüz. Yumuşam, süzmüşəm, yığmışam bura. İndi bununla qarışıq qatacam. Baxın, mən sizə digər yemlərimi göstərirəm. Gördüyünüz kimi bu da eynən qırmızı darıdır. Eyni növdədir. Amma və lakin satandan da satılandan da sonra bu darı çox çirklidir. Torpaq uşaqlar. Yumuşam. Ancaq bu darıya fikir verdiyimiz zaman bu darı təmizdir. Yoxlamışam əlimlə də. Bu təmiz çıxdı. Təmiz də olur, təmiz də olmur. Bu hazır gəlməli. Bu da dövlət darısıdır. İçində baxdığınız kimi göstərərəm. Fərqli toxumlar olur. Baxın. Görürsünüz. Bəli, bu ağ və yaxud qara simiskalardan quşlar istifadə edir. Hətta mənim quşlarım da yeyir. Bu quşun da insan kimi xəsiyyəti var. Növündən asılı olaraq yeyə bilirlər. Baxın, belə ağ toxum var. Və yaxud belə yaşıl şeylər var. Qarışığa çox baha verirsiniz. 3 manata kilosunu aldıqdansa bunu alıb təmizləməyi mən daha çox məsləhət görürəm. Vallahi mən də kilo bundan alıb daşıyırdım. Ancaq quş bunu sadəcə daraları seçib yeyirdi və qarışıqların içində olan çox şey qalırdı. Hətta quşlar simiskan da elə çox tükətmir. Bizdə ata mavi çox yeyir simiskan. İndiki qarışıqda artıq qarışığım da bitirdi. O qırmızı ilə ağ qarışdıracağıq. Və quşlar nə yeyir əsasən? Quşlar təbii ki darı yesə də bəzi istifadə etsək, məsələn yemlərinə göz qatır, mən də onu eləyəcəm. Ketuşka və yaxud düşüyü də ola bilər. Ondan sonra yeyirlər, mama düzəldirlər yumurtadan. Mən 80 illər video çəkəndə mavişlə limonu qızışdıranda hələ bunu balalar olmamış. Bunlar yeni nəsildir. Artıq yaşlarını Allah qoysa gedəcəklər. Alexlə Səmalı. Qızışdırmaq üçün çox zaman sərfərdim. Ancaq ikinci kökləşmə yaxşı oldu. 3-4 ay sonra elədim deyə 5-6 ay sonra. Sütləşmədən limon bu səfər yumurta qəşəng versə də bala verə bilməmişdik. Və limon görürsünüz də sol oldu. Ona görə artıq limondan bunlar qalır. Ya mən buna, indi onunla bağlı izahlı video çəkəcəm, çox uzanmasın. Limona, daha doğrusu Alex'ə ya dişi alacağım ya da Səmavirə bir ekəcəm. Səhv eləmirəmsə Səmavir dişi gedir. Baxsaz cərəsinə, başınız çox yaxşı çıxanlar da olsa, mənə məlumat verirsə, çox sevməliyəm ki, bu nədir? Sütüdür. Yorumlar açıq olmaya bilər. Short videolardan və yaxud mənim Instagram səhifəm olan muzu.2011-ə o page səhifədir, amma olsun. Və yaxud Müzəffər02 səhifəsinə yaza bilərsiniz şəxsimədəki və bu cinsi belədir, cütü belədir. Qəfəsimiz bu vəziyyətdə biraz paslarlalım. 2 qəfəsim var bir cütləşdirmək üçün. Bir də böyle bir qəfəsimiz ikə. Artıq yemlər dəyişiləcək, hər şey sizinlə edib danışacaq. İndi bu qırmızı ilə bu ağı qarışdıracağım. Bu adden istifadə olunacaq, lakin bununla bu qarışır, olacaq qəşəkdir. Zor olur. Məsləhətim indi siz quşunuzla necə istəyirsiniz verin. Mənim quşum qarışıqlardan istifadə eləmir. Mən mama da yemir, o da az qala gərək yeyə. Arada belə göy qatıram. Və quşlarınıza vitamin üçün
nə bilim, xeyirli. Baxın, çirkli versəz quşa da ziyandır. Siz təsəvvür edin ki, çörək yeyirsiniz, içində qum tökmüşəm. Ondan istifadə eləsəz yaxşı olar. Birincisi heç ağzınızı açıb yeməzsiniz. Amma quşlar Allahın yaratdığı öz dillərini danışsa da biz onların dilini bilmirik. Yəni onlar özlərini izah edə bilmirlər. Belə. Ona görə yəni hərəsindən yaxşı olar. Belə alsaz, baxın görün çirkli deyil. Ona görə istifadə edəsiniz. Çirklidirsə yuyasız, süzəsiniz. Təmiz yemdə alanda zati bunun içindəkilərə görə bunun qiyməti 3-4 manat olur Azərbaycanda və mən bunu çox da faydalı deyirəm. Faydalı deyil, nə deyirəm, bəlkə yeyirsiniz quşunu. Ancaq elə də məsləhət görmürəm, həm cibinizə ziyandır, həm də quşun çox nazıyla oynayır. Bu yem təmiz çıxıb şükür Allah, bu biraz çəkildi, verdim, axırda başa düşdüm. Biraz cizgin tutdu, dəstlərlə bağlı açılmışdıq, bağlanır, belə tələbəyəm. İnşallah daha yaxşı kanalda videolar olacaq. İndi bunları qarışdıracağım. Sizinlə son halda belə paylaşacağım. Video da uzun oldu geçək. Bura kimi baxçısı yenə də xahiş edirəm, zəhmət olmasa kanalımıza like atıb abunə olmağı unutmayın inşallah. İstəyirəm Azərbaycanda mənim kimi quşbazın bir irəliləyiş olsun. Tökdüm artıq, qarışdırdım. Bəzən də toyuğa da verdik. Biraz qaldı deyə dibində falan. Biraz qarışdırıram. Baxın, ağlı qırmızıdır, darlı qarışıq oldu. Biz neyiniyək? Tapmadıq, mən çox tapan məmdim deyə adi alan məmişdim. Ona görə qarışıq almışdım. Qarışığı tez-tez aldım. Ayda bir dəfə, 2 aydan bir, 3 aydan bir, 2 dəfə belə. Sırğı var bunun. Mesela bunlar da təmizliyim uşaqlar. Belə, sizə yetər qədər məlumat verdim. Ümid edirəm ki, başqa suallarınız olsa, əgər bu YouTube'un xiyarlığı, xarablığı tutmasa, necə deyim, suallarınızı verə bilərsiniz və anketlər paylaşacağım artıq bu kanalımda. Anketlər paylaşacağı zaman orada da yorumlarda iştirak edə bilərsiniz. Təşəkkür edirəm. Yenə də xatırlatma edeyim. Like atmadıysa like atıp abone olmağı unutmuruq. Təşəkkür edirəm. Və ilerleyen zamanlarda bəli, quşlarımı ancaq bu yemlə, bunlar da bitdiyi zaman o yükədən verib istifadə edəcəyik. Belə, çox sağ olun.